Herkese salam. Bugün çok lezzetli, pambıq kimi yumuşaq kotlet hazırladım. Kotlet üçün dana əti, soğan, kartol, kökdən istifadə elədim. Hadi şöyle yapın. Zövqə görə duz, istiot, pul biberi əlavə olunur. Əlavə olaraq bir yumurta və azca nanə qurusu da əlavə edib yaxşıca yoğurdum. Və unutmuşdum söyləməyi. Əlavə olaraq suda islanmış çörək əlavə etdim. İstəsəz suxari də əlavə edə bilərsiniz. Hazırdır. Qaba yağ əlavə etdim. İsindikdən sonra kotletlərimə forma verib qızartmağa başladım. Əvvəlcə vam odda qapağını örtdüm ki, içərisi daha gözəl pişsin. Daha sonra kotletlərin suyunu buraxdıqdan sonra ocağın xodunu biraz artırdım və artıq bu şəkildə qızartmağa başladım. Əlavə olaraq kotletin yanına kartoflar qızartdım. Həmin yağda qızaranda məncə daha dadlı olur. Əlavə olaraq kotletimin yanına sos da hazırladım. Bunun üçün tomat, sarımsaq, soğan, kişniş, duz, pul biber və sudan istifadə etdim. Və yeməyimiz hazırdır. Kotleti siz necə hazırlayırsınız? Rəylərdə yazın, baxaq. Sağ olun, salamat qalın.